Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə həsrət ilə anarıq. Dünya hələ bizim üçün nağıldı. Min arzuya alışırdıq, yanırdıq. Özümüzü biz hamıdan ağır, özümüzü nə bəxtəvər sanırdıq. Məktəb illəri ömrümün en şirin duygulu qaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Məktəb illəri ömrümün en şirin duygulu qaygısız günleri. Her anı bir ömre beraber seyirli günleri. En temiz arzulu günleri. Hele onda bu dünyanın şerinden, yalanından haberimiz yok idi. Qəm qüssəmiz, kədərimiz bir damcı. Hələ onda sevincimiz çox idi. Yazılanı bir silgiyle pozmaqda bizim üçün nə asandı, nə asan. Xəbərsizdik ömrümüzə biz hələ. Talih yazan pozulmayan yazıdan. Geyimimiz, hüququmuz biridir. Şagirdidir hamımızın adı da. Elə bil ki boyumuzda eynidir. Aman Allah ne xoşbəxtlik biz onda. Bir müəllim töhmətiydi dərdimiz. Bir töhmətdən için yanardı. Hələ onda bilmirdik ki bunu biz. Bir gün necə
kederimiz bir damcı, hele onda sevincimiz çok idi. Yazılanı bir silgiyle pozmakta bizim için ne asandı ne asan. Habersizlik ömrümüze biz hele, talih yazan pozulmayan yazıdan. Dünya hele bizim için nağıldı, min arzuyla alışırdık yanırdık. Özümüzü biz hamıdan alırdık, özümüzü ne bəxtənə sanırdık. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günlerim. Her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günlerim. Her anı bir ömre beraber sevgili günlerim. En temiz arzulu günlerim. Mektep dilleri ömrümün en şirin duygulu kaygısız günlerim. Her anı bir ömre beraber sevgili günlerim. En temiz arzulu günlerim. Mektep illeri ömrümün en şirin duygulu kaygısız günleri, her anı bir ömre beraber seyirli günleri, en temiz arzulu günleri. En temiz arzulu günlerim. En temiz arzulu Salam, hamınızı salamlayırıq. Bugün bura yığışmağımızın məqsədi 76-cı il məzunların 50 illik yubileyini keçirtməkdir. Tədbirimiz davam edir, bir neçə gündür davam edir. Sabah da yenə davam eləyəcək. Hamınızı salamlayırıq, hamınıza xoş gəldin deyirik. Bunu yaddaşlara köçürtməyi biz də Xəmmət studiyasına etibar elədik ki, daha maraqlı alınsın, daha keyfiyyətli alınsın. Hamınızı fəal surətdə iştirak eləməyini arzulayıram. Çox sağ olun. Sağ olun. Allah şəhidlərimizə də rəhmət eləsin. Gözəl gündür, yaxşı gündür, əlamətlər gündür. Allah qismət edib bizə bu günləri yığılmışıq vera. Allah dəstəmizdən, sıramızdan dünyasını dəyişən qardaş bacılarımıza da rəhmət eləsin. Amin. Gör nə gözəl yerdə dayanmışıq, şəhidlərin abidəsinin önündə. Nə çatar buna?
Sağ olsun o kişilər, o kişilərin belindən gələn kişilər, o anaların, dünyaya gətirən analar xoşbəxt olsunlar ki, belə Azərbaycan torpağı üçün belə igidlər yetişdirmişlər. Allah onları rəhmət eləsin. Allah bizə yaxşı can sağlığı versin, qazilərimizə rəhm eləsin, can sağlığı versin, ölənlərimiz, şəhidlərimizə rəhmət eləsin. İcazə verseydi bir kəlmə deyirdim. Gözəl. Allah bizim canımızı sağ eləsin ki, şükür Allah hamımız sağ-salamat öz əl-ayağımızla gəlib bura çıxmışıq. Bu tədbiri təşkil edənlər, kim nə çalışıb, hamıya minnətdarımızı bildirirəm. Bir də bütün o torpaq uğrunda vuruşan, şəhid olan, itkin düşən hərbiçilərimizi, orada iştirak edən hərbiçiləri, orada tikintilərdə ev tikənləri, qaçqınlar üçün hamısına, qalanlara can sağlığı, ölənlərə Allah rəhmət diləyirəm. Sağ olun. Görüşürüz. Sabah tədbir inşallah davam edəcək. Sağ olun. Minnətlər. Xanımlardan da bir iki kəlmə deyəm olsun. Orada Hacı xanımız var, Səfər xanım var. Bugün mənim sevincimin həddi-hüdudu yoxdur. Biz 50 il bundan qabağa bir yerdə oxuduğumuz uşaqlarla görüşə gəlmişik. Görün nə təsadüfi şeydir ki, biz şəhidlər xiyabanına birinci gəlmişik. Onların Allah rəhmət eləsin, məkanları cənnət olsun. Onların ruhunun qabağında hamımız baş əyirik. Çünki onların sayəsində biz bugünkü günü, bu günləri yaşayırıq. Allah hamımızdan razı olsun, Allah canınızı sağ eləsin, var olasınız, hamımıza minnətdaram. Sağ olun. Burada sözü biz demeliyiz. Burada ne var ki? Allah şəhidlərimizi rəhmət eləsin, qəbirləri nurla dolsun. Bizim də Allah canımızı salamat eləsin. Çox xoş günlərdir, bizə də qismət oldu bu 50 illik. Minnətdaram hamıza, təşkilatçıların hamısına. Bu desinlər məclis adamı da olar deyə bilir. Bir danışın da. Bu məclisləri təşkil edənlərə çox böyük hörmətimiz var. Sağ olun ki, belə qurursuz, yaradırsınız, yəni əziyyət çəkirsiniz. Allah razı olsun. Oradan bura uşaqlarımız, qardaşlarımız evlə torpaq taplayıb gəliblər. Allah hamımıza can sağlığı versin. 50 il bundan qabağa görmüşdük sizi. Bağışlayırız. Heç kimi tanımır. Allah can sağlığı versin. Bundan sonra inşallah həmişə görüşək. Axırımız yox, axarımız olsun inşallah. 70 illik. Allah can sağlığı versin. Ama tanımazsınız da görürsünüz de necə doğma. Adam var hele bu dəqiqədə soruşur ki, o kimdir, bu kimdir. Ancaq ortadan baxan elə görüşür ki, hamı doğmadı, elə bir ailədən çıxıb. Həqiqətən çox qəribə hisslər var. Çox sağ olun. Hamımız xoş gəlmişik. Allah hamımıza can sağlığı versin. Günlərimiz xoş olsun. Allah bizləri da bir də müharibə ilə imtahan eləməsin. Gələn günümüzü xeyirli eləsin inşallah. Şəhidlərin ruhunu Allah bizlərə duaçı eləsin. Şəhidlərimiz də həmişə İmam Hüseynlə həm söhbət olsunlar inşallah. Allah and verim İzzəti Cəlalına. Allah hamımızın nə ürəyimizdə gözəl niyyətimiz var, hamımızı gözəl niyyətimizə çatdırsın. İkinci də ki, Allah bizə bu təşkilatçılıq eləyən bacı qardaşlara can sağlığı versin. Bizi bu günlərdə görüşdürdülər, bizi gözəl yerlərdə görüşdürürlər. İndi biz də fürsət tapmışıq, Allah fürsət verib gəlmişik inşallah. Allah hamımıza can sağlığı versin. Allah bu gözəl günlərimizi bizə çox görməsin. Xoş gəldin deyirəm hamıya. Bizim burada, necə deyim, sakit dayanmağımızın səbəbkarı prezidentimiz İlham Əliyevə minnətdarıq. O başda olmaqla şəhidlərimiz canından, qanından keçdiyinə görə prezidentə, onlara ömür boyu minnətdarıq. Onların, necə deyim, ruhları qarşısında baş əyirik. Necə deyim, həm analarına Allah səbir versin. Biz belə xoş günlərdə dayanırıq, şənlik edirik. Bura qədər. Hamıya can sağlığı, uzun ömür. Sağ olun.
Mən də salamlayıram bütün qardaşlarımı, bacılarımı. Xoş gəlmişik. Allah elə nəsib eləsin, qismət eləsin. Neçə belə görüşlərimiz olsun. Allah ölən bacı qardaşlarımızı rəhmət eləsin. Qalanlara can sağlığı versin. Sağ olun. Əlməmmədin zəhmətini yerə vurmayağın, yaxşılığın, şəfəqin, fəridənin. Hamıza təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Görüşərik. السلام عليك يا أبا عبد الله الحسين. السلام عليك يا أهل القبور. السلام عليك سيد الشهداء. السلام عليكم ورحمة الله وبركاته. وبحق سورة المباركة الفاتحة.
Gəldik qəbristanlığımızda rəhmətə gedən şəhidlərimizi, müəllimlərimizi, şagird yoldaşlarımızı ziyarət elədik. Hamısının qəbrini bir-bir gəzdik. Hamısını Allah qəbrini nurla doldursun. Hamısını Allah rəhmət eləsin. Gəlib bu ziyarətdə iştirak edənlərin də canını Allah salamat eləsin. Eləməyən qardaşlarımızın, bacılarımızın da Allah canını salamat eləsin ki, onlar da vaxtı olan kimi gəlib ziyarət eləyəcəklər. Bütün ölənlərimizi, yenə deyirəm, şəhidlərimiz, müəllimlərimiz, şagird yoldaşlarımıza Allah rəhmət eləsin. Amin. Bir dənə bu əhlər qübrə salavat zikr eləyəyin. Allahumma salli ala Muhammed və ali Muhammed. Çünki qoy öz ölənlərimizin də gözü bizdədir, onlar da rahat olsunlar. Müəyyən səbəbə görə Allah bizi, bu səbəbkar olub, bizi bura yığanların, Allah canları salamat eləsin. Təşəkkür edirik Əlməmməd qardaşa, Şəfəq bacıya, Fərdə bacıya. Allahum məğfirlən vəl müminən vəl müminət, amin deyəcəm. Vəl müsliminən vəl müslimat və bi haqqi surətil mübarəkədir. Fatihə.